Biri var idi, biri yox idi. Əkinci bir qocanın 3 oğlu var idi. Ancaq oğullar zəmidə işləməz, qoca atalarına kömək etməzdilər. O yüzdən böyük buğda zəmilərinin az hasılı onların ehtiyacını qarşılaya bilmirdi. Eləcə günü-gündən yoxsullaşıb yaşamaq onlara çətinləşirdi. Bir gün qoca ata yataqda ikən oğullarını yanına çağırıb onlara belə bir vəsiyyət elədi. Oğullarım, balalarım, gördüyünüz kimi mənim getmək vaxtım yetişib. Mən həmişə sizi iki gözüm qədər sevdim. Ona görə istəmirəm məndən sonra özgələrin əlinə baxıb onlara möhtac olasınız. Bu günə kimi babalarımızdan qalan torpaqların üzərində çalışdım. Və sizin kimi 3 yiğit oğlum varkən təkəlli qaldım. Baxın, oğullarım, qədimdən deyiblər ki, tək əldən səs çıxmaz. Mən təkəlli qaldım, ona görə ehtiyacımız qədər qazancımız olmadı. İstəyirəm ki, bir olasınız. Məndən sonra 3 qardaşa 2 batman yeriniz var. Mən zəmilərdə torpaq altında sizə böyük bir qızıl xəzinəsi miras qoyub gedirəm. Bütün zəmini qazın. Yəqin onu tapacaqsınız. Birlik olun və qazdığınız hər yerə buğda əkin. Bu mənim sizə olan son vəsiyyətimdir. Qoca ata dünyasını dəyişib evladlarını tək qoydu. İndi isə atadan miras qalan hasılsız böyük bir quru zəmi idi. Bir də heç vaxt çalışmamış 3 qardaş. Baxın qardaşlarım, atamız öldü getdi. Daha bundan belə süfrəmizə minnətsiz çörək qoyanımız yoxdur. Zəmmimiz qupquru quruyub. Xırbanımızda bir torba belə buğda qalmır. İndi hardansa çırmalanıb zəmini başa-baş qazıb xəzinəmizi tapmalıyıq. Qızılları tapandan sonra da onu 3 yerə böləcəyik. Bunu da deyim ki, xəzinə tapılmayana kimi nə dayandı var, nə oturmaq, nə yorulmaq. 3 qardaş durmadan bütün zəmini başa-baş qazdılar. Amma hər yeri qazdıqca torpağın altından qızıl yerinə iri-iri daşlar çıxdı. Daha qazılmamış yer qalmamışdı. Qardaşlar çox yorulmuşdular. Onlar bütün daşları zəmidən arıdıb qırağa atandan sonra atanın son vəsiyyətini yerinə yetirmək üçün zəmini hamarlayıb qazdıqları yerə buğda əkməyə başladılar. Vay dədəm, vay nənəm. Haranı qazırsan oradan daş çıxır ki. Hanı bə bu qızıllar qağa? Olsun, narahat olma qaqaş. Bu torpaqlar uzun zamanlardır ki, belə yumşamamışdı. Qızıl çıxsın ya çıxmasın. İndi nə əksən bu torpaqda çıxar. Atamızın dediyi kimi qazdığımız hər yerə buğda əkməliyik. Qağa, sən də durma, zəminin hər yerinə buğda sər. Baş üstünə ha qardaş. Qış çıxdı, bahar gəldi. Qardaşların əkdiyi qızıl rəngli buğdalar torpaq altından elə bir baş qaldırdılar ki, uzaqdan baxan hər kəsin gözü qamaşırdı bu gözəlliyə. Qardaşlar belə bir bərəkətli hasılı görən kimi durmadan buğdaları bitib xırmanı sovurub, samanı ayırıb dəni yığmağa başladılar. Bəh, nə demişəm? Acab bərəkətli oldu buğdamız qağa. Bu buğdalarla qızılın mənə heç bir fərqi yoxdur. Bax, adam başına gör neçə tay buğdamız var. Kaş, bunca buğdamız varkən daha onu bölüşməyə nə gərək var ki? Buğdalar bazara götürüb satmalıyıq. Sonra istədiyimiz qədər rahat yaşaya bilərik. Qardaşlar buğda taylarını doldurub bazara götürdülər.
Bazarda onların qızıl kimi xoş rəngli buğdalarını görənlər ona müştəri çıxıb gətirdikləri malı göydə qapıb aldılar. Onlar çox sevinmişdilər. Beləcə buğdaları verib yerinə ehtiyacları olan istəklərini bollu-bollu alıb gülə-gülə evlərinə doğru yola düşdülər. Biz deyirdik bəs ki, doğrudan da dədəmiz torpaq altında bizə qızıl qoyulub gedibdi. Amma bəlli oldu ki, o bizə gerçək xəzinənin nə olduğunu anlatmaq istəmişdi. Axtardığımız qızıl həmin əkib biçdiyimiz buğdalar imiş, qaqaşlar. Bundan belə zəmmimizdə üçümüz yorulmadan işləyib rahat yaşamalıyıq. Çünki qədimdən deyərlər, işləməyən dişləməz. Üç oğul atalarının etdiyi vəsiyyətdən gerçək xəzinənin nə olduğunu anladılar. O gündən birlikdə çalışıb əməklərinin hasılı ilə rahat bir yaşama sahib oldular.